Mehdiyevlər İmişli bazarını belə ələ keçirib. 2 nəfərin ölümünə səbəb olan əmlak davasının şok detalları. İmişli rayon sakini İntiqam Əvəzov ailələrinə məxsus bazarın qanunsuz şəkildə əllərindən alındığını iddia edib və o bildirib ki, bu prezident administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin göstərişləri ilə həyata keçirilib. Atası mərhum Rüstəm Əvəzov 1995-ci ildən İmişli rayon kolxoz bazarının müdiri olub. 99-cu ildə özəlləşdirmənin 1-ci dövlət proqramı çərçivəsində keçirilən hərracda Rüstəm Əvəzov, eləcə də onun qardaşları Əvəz və Məcnun Şükürov müəssisənin 55% səhmini qanuni yolla əldə ediblər deyə həmin şəxs Qlobal Infoya müraciət edib və bildirib ki, ailənin dediklərinə görə bu faktı təsdiqləyən sənədlər, hərrac protokolu, səhm sertifikatları və səhmdar reyestrləri bugün də onların əlindədir. Şikayətçilər iddia edir ki, 2000-ci ildə keçmiş deputat və Mehdiyevin kürəkəni İlham Əliyevin biznes ortağı Əziz Quliyev adlı şəxs özəlləşdirmənin nəticələrinin ləğvi tələbi ilə məhkəməyə müraciət ediblər və onun dediklərinə görə uzun illər davam edən məhkəmə çəkişmələrində əvvəlki instansiyalar ailənin xeyrinə qərar versə də, Ali Məhkəmə Mehdiyevin müdaxiləsi ilə Əziz Quliyevin xeyrinə qərar çıxarıb. Bunun nəticəsində ailə bazardan məhrum edilib. Əvəzovun dediklərinə görə bu ədalətsizlik onların maliyyə cəhətdən çökməsinə və ailə faciələrinə gətirib çıxarıb. Belə ki, atası Rüstəm Əvəzov 2002-ci ildə, əmisi Məcnun Şükürov isə 2020-ci ildə ağır stres nəticəsində dünyasını dəyişib və şikayətçilər bildirirlər ki, Mehdiyev vəzifədən uzaqlaşdırıldıqda və barəsində araşdırmalar başladıqdan sonra ədalətin bərpa olunacağına ümid yaranıb deyə yenidən bu məsələni gündəmə gətirib və onlar hesab edirlər ki, Mehdiyevin göstərişləri ilə hərəkət edən şəxslər, o cümlədən Əziz Quliyevin də əməlləri araşdırılmalıdır. Əziz Quliyev 25 ildən artıqdır ki, İmişli bazarını qanunsuz olaraq əlində saxlayır və vergidən yayınmaqla böyük sərvət qazanıb. Onun barəsində qanunsuz varlanma, özgə əmlakını ələ keçirmə və vergidən yayınma faktı üzrə ciddi araşdırmalar aparılmalıdır. Bundan başqa, həmçinin də onun 25 il öncə xəbəri olmadan Nəsimi rayonunda məhkəmənin keçirildiyini bildirib. Yəni, şikayətçilərin özlərinin xəbəri olmayıb, amma Nəsimi rayonunda məhkəmə keçirilib və maraqlıdır ki, məhkəmə Əziz Quliyevin xeyrinə qərar çıxarılmış. Bunun əsasında Xətai rayon məhkəməsinə müraciət edib qalib gəldik deyə şikayətçilər bildirir. Bunlar isə Ulu Öndər Heydər Əliyevin sayəsində baş tutdu. Çünki əmim Heydər Əliyevə məktub ünvanlamışdı deyə işimizə baxılması üçün tapşırıq verilmişdi. Lakin məhkəmə qərarı icra olunmadı. Özləri də dedilər ki, onlara təzyiq göstərilir. Hətta apellyasiya məhkəməsi də xeyrimizə qərar çıxarmadı. Amma 8 aydan sonra Ali Məhkəməyə verildi və onların xeyrinə qərar verildi. Onda da hakim Südəbə xanım idi. Adam açıq şəkildə bizə dedi ki, mən işi sizin xeyrinizə çıxarsam, məni Mehdiyev ailəsi öldürəcək. İntiqam Əvəz 25 ildən sonra məsələnin işıqlandırmasını belə izah edib ki, Mehdiyevə görə heç bir kim işimizə ədalətli yanaşa bilmirdi. Biz gözləyir və inanırdıq ki, nə vaxtsa Mehdiyev vəzifədən kənarlaşdırılacaq və ya dünyasını dəyişəcək. İndi isə ölmədi, amma ölməkdən daha pis hala düşdü. Adam vətən xaini kimi ifşa olundu. Bəli, bu iddialar gündəmə gəlib. İndi bu iddialar təbii ki, Mehdiyevin əməllərinin ifşası fonunda bunlar da necə deyək, açıqlığa, aydınlığa qovuşar və təbii ki, Mehdiyevin fəaliyyəti nəticəsində zərər çəkən insanlar da öz, necə deyək, haqq və hüquqlarına qovuşmuş olacaqlar. Və göstərilən gedişat da onu göstərir ki, dövlətin strukturlarında vətənə xainliklə xidmət edən, nankorluq göstərən şəxslərin hər biri artıq cinayət məsuliyyətinə cəlb olunacaq və Azərbaycan üçün daha yeni gün doğacaq.